Röya gördüm. Əsmər tellərinin qoxusunu duydum. Ötən günlərimizi yaşadım bir anlıq. Amma nədənsə əvvəl simanda heç görmədiyim bir pərişanlıq var idi. Qulaq günahkarı olaram. Mənə səni unutduğumdan bəhs edirdi. Çox üzgün idim bu dəqiq və qəfil qırıq bir körpünün üzərindən qeyb oldu. Doğrusu, bu yuxu məni çox düşündürdü. Nə idi dərdin? Sənli ötən illərimizi gözümdən keçirtdim. Sənə səndən başqasın sevmədiyim, yoxluğunla məzarda olacağımı söz verdiyimi xatırladım. Bəlkə bu imiş giləyim. Əslində səndən sonra ailə qursam da, ilk öncə hümmət vacibliyidir. Sonra isə günahlarımla baş-başa qaldım. Ailəm ola hər dəfə səni xəyal etmək, işimdə, gücümdə, mübahisələrimdə belə səni təsvir etməklə. Canım mənim, övladımın adı belə sənə aid idi. Yazdığım hər bir cümlələr, misralar, şeirlər hamısı sənə aid idi. Gülümsəmələrimin səbəbi belə nadir halda olsa da, hamısı səninlə bağlı idi hafizimdə. Bunlara rəğmən məni bağışla. Yaşadığıma görə deyil, sənli yaşayıb hər gün ölməyimə görə. Bəzən aşiqlər deyil, yazılan qara taleylər haqlı olur, yazılan qara taleylər haqlı olur.